Bir neçə ildir ciddi problemlərlə üzləşən Şəmkir Futbol Klubu yaşadığı çətinlikləri az da olsa aradan qaldırmağa başlayıb. Hər şeyə yenidən başlayan komanda son 6 ayda özünün inkişafı ilə diqqət çəkir. Qırmızı ağların 6 ay ərzində qazandığı uğurlar turnir cədvəlində də özünü göstərməkdədir. İkinci liqada mübarizə aparan komanda play-off mərhələsinin bir addımlığındadır. Komandanın baş məşqçisi Vüqar Nadirov deyir ki, indi klubun üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün addımlar atılır. Hədəflərə çatmaq istiqamətində var gücləri ilə mübarizə aparırlar. Şəmkir Futbol Klubunda 2 Şəmkirli də oynayır. Yeni və perspektivli futbolçuların axtarışları da davam edir. Şəmkirin həmişə tarixi olub, yəni Şəmkirdə futbol həmişə olub. Çünki bir kluba baxanda ən azı tarixinə baxmaq lazımdır ki, onun tarixi nətər olub, necə olub. Yəni mən də 6 aydır buradayam, 6-7 aydır burada. İndi nəsə əlimizdən nə gəldisə çalışdığımız qədər istəyirdik ki, Şəmkir xalqına, Şəmkir camiyyəsinə, Şəmkir azarkeşlərinə, yəni əlimizdən nə gəlirsə eləyək rəhbərliyə. Yəni şükürlər olsun ki, Allah, şükürlər olsun ki, əlimizdən nə gəldisə hamımız bir yerdə elədik. Çünki futbol elə bir növdür ki, futbol kollektiv oyundur. Çünki mən elə düşünürəm ki, bölgələrimizdə nə qədər futbolun inkişafı o qədər çox olsa yaxşı olar. Mən elə düşünürəm. Ona görə də inşallah ki, biz əlimizdə hələ bir oyunumuz qalıb. Hələ bilmək olmaz, hələ ümid sonda bitir. Amma biz inşallah yenə deyirəm, bu 6 ayda hər kəs bizə kömək oldu. Yəni həm Şəmkir xalqı olsun, yəni mən bir adların çəkmək istəmirəm ki, özləri bilirlər. Yəni mənim yenə deyirəm, yanımda oldu. Mən bura gələndə şərait, yəni ürəkaçan deyildi. Yəni həddindən artıq ürəkaçan deyildi, amma burada peşəkar futbolçu da var. Yəni deyək ki, təcrübəsiz futbolçu var, cavan futbolçu var. Bilirsiniz ki, Şəmkir komandasında 2 dənə Şəmkirli var. Mən hələ arzulayıram ki, çox Şəmkirli olsun. Mən istəyirəm ki, komandamda Şəmkirlilər oynasın. Yenə də araşdırırıq, axtarırıq. Tapacağıq onda inşallah Allahın köməkliyi. Klubun ayaqda qalmasında yerli iş adamlarının müstəsna xidmətləri var. Komandanın maddi sıxıntıları, texniki bazanın yaxşılaşdırılması, futbolçuların ehtiyaclarının qarşılanması və s. kimi amillər ancaq yerli iş adamlarının dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd bu futbol klubunun keçmiş şanlı günlərini geri qaytarmaqdır. Məlumat üçün bildirək ki, 2 dəfə ölkə çempionu olan klub ölkəmizdə ilk dəfə Çempionlar Liqasında mərhələ adlayan komanda kimi də tarixə düşüb. Mükəmməl azarkeş dəstəyinə sahib olan Şəmkir Futbol Klubu istər ev, istərsə də səfər oyunlarında 12-ci adamın dəstəyini görürlər. Şəmkirin bütün səfər oyunlarına, hətta ev oyunlarına çıxmaq şərti ilə də bütün səfər oyunlarına azarkeş olaraq hər oyun minimum 20 nəfərlə biz komandamıza dəstək oluruq. Bu da Azərbaycanda hal-hazırda ilk bir komandadır ki, 2-ci liqada çıxış eləməyinə baxmayaraq azarkeşi klubu tənha qoymur. Hər zaman, hər yerdə qar demədik, yağış demədik, komandamıza öz dəstəyimizi göstərdik. Biz 12-ci oyuncu olaraq tribunada hər zaman öz yerimizi tapdıq. Növbəti ev oyunumuzda da bütün azarkeşlərimizi Şəmkirdə dəstək olmağa çağırırıq. Azarkeşlərin ən böyük istəyi meydanda ədalətli mübarizə və hakimlərin ədalətli yanaşmasıdır. Komandanın azarkeşlərinin peşəkar futbol liqasına müraciəti də var. Bir nüansa toxunmaq istəyirəm. Xüsusilə də 13 may tarixində keçirilən Hyperskuba Şimal maçında. Mən bir azarkeş kimi xahiş edərdim aidiyyəti üzrə şəxslərdən və Peşəkar Futbol Liqasından, Azərbaycan Futbol Federasiyası asosiasiyalarından xahiş edirəm ki, o oyuna bir baxılsın. O oyuna 90 dəqiqə yenidən baxılsın. Hakimin ədalətsiz qərarları, 58-ci dəqiqədə verilməyən penalti bizə mənfi təsir elədi. Və digər nüanslar o oyunda çoxdur. Axtarılıb tapılacaq. Sizdən sadəcə olaraq bir köməklik göstərməyinizi, o oyuna yenidən baxılmağını istəyirik. Bir Şəmkirli azarkeş olaraq mən bütün klublara uğurlar arzulayıram. Biz haqlının yanındayıq. Biz heç vaxtları haqsızlıqlara göz yummamışıq. Hakimin ədalətsiz qərarları bizə də təsir eləyir. Əziyyət çəkirik, əziyyətimiz yerdə qalır. Bugün komanda cari mövsümdə sonuncu oyununa hazırlaşır. Hansı ki bu oyun klubun 1-ci liqaya vəsiqə qazanmasında xüsusi önəm daşıyır. Şəmkir Olimpiya kompleksində məşqlər davam edir.